Videoyu başladım da saçım necə dəymiş. Neyse, çox da pis deyil, yaxşıdır. Hamınıza salamlar dostlar. Bu gün sizlərlə bir yerdə sual-cavab videosu çəkəcəyik. Bilirəm heç belə bir konseptdə video çəkməmişəm. Bu kanalımda ilk olacaq. Neyse, uzatmıram. Çox da uzatmaq da istəmirəm onsuz. Keçək videomuza. Sualları ChatGPT-yə hazırlatmışam. Bəllidir, siz yorum yazmırsınız heç YouTube'da. Bəlkə istəsəydim yazardınız. Neyse, bu artıq geçsin. Birinci sualımız. Özünü 3 sözlə necə təsvir edərdin? Gənc bloger. Bu qədər. Ağlıma başqa bir şey gəlmədi. Gənc bloger. YouTube'a başlama səbəbin nə oldu? Əslində mən bu YouTube kanalını açanda özünüz də bilirdiniz ki, bəlkə də məni çox əvvəldən izləyənlər, mən YouTube videoları atmırdım heç. Yalandan, məsələn, Enes Batur videosu ilə deyəsən bu kanala başlamışam. Özüm üçün edit hazırladım onu. Daha sonra qardaşım istədi ki, bir video çəkək, YouTube kanalı olsun. Mən də həmin edit paylaşdığım kanalı, bu kanalı qardaşıma verdim ki, ikimizin də adına olsun. Beləliklə ikimiz də başladıq video çəkməyə və nəticə budur. Bu günlərə qədər sizin sayənizdə gəlmişik. Ən çox çəkməkdən zövq aldığım video növü hansıdır? Mən çəkdiyim hər video növü üçün əylənirəm. Hər biri bir-birindən daha maraqlıdır. Onun üçün buna dəqiq bir cavab verə bilmərəm. Bunu belə bir sual verə bilərəm sizlər üçün. Ən çox çəkməyimdən zövq aldığınız videom hansıdır? Bunu yorumlarda, kommentlərdə yazarsınız. İlk videonu çəkəndə nələr hiss elədin? İlk videomu çəkəndə nələr hiss elədim? Əslində bu ilk video dediyimiz, əgər bu kanaldan söhbət gedirsə, elə də bir şey hiss eləmədim. Çünki o qədər də mənə maraqlı gəlmirdi artıq. Çünki bundan qabaq bir çox kanalım olmuşdu. Hətta kanallarımdan biri bağlanmışdı. 100 abunəyə artıq çox yaxın idi. Bunda o irəliləyişi görmürdüm bu kanalda. İnanmırdım ki, bu qədər çox abunəyə sahib olaq. İndi isə görürsünüz. Sizin sayənizdə nə günlərə gəlmişik. Bu abunə sizin sayənizdədir. Növbəti sual. Kanalımla bağlı gələcək planların nələrdir? Böyük ehtimalla hər YouTuberin arzusu kimi mən də bu kanalı genişlətmək istəyirəm. Yəni, çox abunəyə sahib olsam, çox sevənim olduğu bəlli olacaq. Əylənəcəyik. Ən azından kanalım gələcək illərdə çox geniş bir kitləyə sahib olsa, bu əsasən Azərbaycanda YouTube yoxdur sualının cavabı olar. Düzdür, Azərbaycanda bir çox YouTuber var maraqlı. Məsələn, İlkin Feyziyev, Fərid YT. Doğru, Fərid YT biraz məndən abunəsi azdır, amma qaqaşı təbrik edirəm. Çox gözəl videolar paylaşır. Kanalında yəqin ki, adlarda bir yerdə etiketləyəcəm, gedib kanalına baxa bilərsiniz. Çox maraqlı videolar paylaşır. Nə vaxt YouTube'da tanındığını hiss elədin? Mən hələ də YouTube'da tanındığımı hiss eləmirəm. Desək ki, nə vaxt tanındığımı hiss eləyərəm, sizdən kommentlər dayanmadan gəldikdə, izləyicilərim çox olduqda, bax bunu hiss eləyərəm bəlkə də. İndi biraz azdır. Həyatının ən yadda qalan anı nədir? Böyük ehtimalla 10-cu yaş günüm idi. Aqua Parka getmişdik, çox əylənmişdim həmin vaxtlarda. O hələ də yadda qalan bir ad günümdür. Yəni bu ad günüm yadımda qalıb sadəcə. YouTube xaricində nə ilə məşğul olursan? Hələ ki 9-cu sinif olduğum üçün məcburam dərs oxuyum. Yəni başqa bir planım yoxdur hələ ki. Amma yay vaxtı dəyişə bilər. Bunu bilmək olmaz. Tək qalmaqdan zövq alırsan, yoxsa daim insanlarla olmaq istəyirsən? Mən daha çox yalnızlığı sevən bir insanım. Yəni məni tanıyanlar yaxşı bilir ki, TikTok'da sadəcə quruz konseptli videolar paylaşırdım bir ara. Hər nə qədər o quruz videolardan çıxsam belə, yəni dəyişdirsəm belə konseptimi TikTok'da, yenə də içində bir yerdə yalnızlığa daha bağlılıq var. Ona görə də yalnızlıq seçərdim. Bir gün YouTube'u tək etsən, nə üçün olar? Səbəbi böyük ehtimalla izləyicilərimin az olması olar. Yəni inkişaf etməməm. Sənin üçün real izləyici nə deməkdir? Real izləyici hər videomu izləyən, məni yaxşı tanıyan, məni yaxşı anlayan bir izləyiciyə deyərdim.
bir videoma baxıb da başlayıb kommentlərdə məni təhqir eləyənlər böyük ehtimalla saxta izləyicilərdir. Sadəcə bir video ilə məni yargılayır, boş-boş yerə çərənləyirlər. Buna görə real izləyici, yəqin ki, izlədiyi YouTuberi, tək mən də yox, izlədiyi YouTuberi anlaya bilən izləyici real izləyicidir. Rəylərlə necə davranırsan? Xüsusilə tənqidlərə. Demək olar ki, bu videoda bir neçə dəfə dedim bu tənqidlərə, yəni xoşlamıram da, belə deyim, açıq deyim. Bir çox YouTuber heç olmasa boş verir, çərənləyir deyirlər, amma mən qəbul eləyə bilmirəm də. Əgər xoşlamırsınızsa niyə izləyirsiniz? Xoşlamayan getsin başqa YouTuberləri izləsin. Tək mən deyirəm ki, Azərbaycan YouTube'da istəyən getsin, Revsə baxır, neyniyir, eləsin, Roş Life-a baxsın. Yəni mən məcbur eləmirəm. Baxırsınızsa da heç olmasa rəy yazmayın. Gərək içinizdə nə var deyəsiniz, adama nifrət qusasınız. Amma belə normal rəylərə sözüm yoxdur. Çox sağ olsunlar mənə dəstəklədikləri üçün. Hamıya minnətdaram, təşəkkür edirəm, çox sağ olun. Hamısı sizin sayənizdədir. YouTube sənə nələri öyrədib? YouTube mənə hər insanın gerçək üzünü göstərdi. Bəlkə də mən bu YouTube'dan əvvəl heç çəkməsəydim, bir çox insan mənə saxta dost kimi də davrana bilərdi. Mən bu YouTube videolarını çəkdikdən sonra mənlə məzələnən insanlar haqqında öyrəndim ki, bunlar saxta dostlardır, yalandan ətrafımda gəzdirdiyim insanlardır. Əgər bu videonu izləyirlərsə bilsinlər ki, siz doğrudan da saxtasınız. Məzələnməklə siz bir şey qazanmırsınız. Tək özünüzü saxtalaşdırır, özünüzü soyudursunuz insanlardan. Başqa bir şey qazanmırsınız. Beləliklə dostlar, videomuzun sonuna gəldik. Ümid edirəm videonu çox sevdiniz. Gələcək videolarda görüşənədək sağ olun.